Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən lə nəbiyyə ba'dəhu. Əziz və hörmətli izləyicilər, günümüzdə bəzi ateistlər Quran-ı Kərim ayələrini gətirərək iddia edirlər ki, İslamda erkən evliliyə təşviq vardır. Yəni, müsəlmanlar qızların erkən evləndirirlər və bunu Talaq surəsi 4-cü ayəsi ilə əsaslandırırlar. Əslində, onlar doğru etmirlər, doğru fikirdə deyirlər. Çünki Allah Azza və Cəllə Bəqərə surəsinin 228-ci ayəsində buyurur ki, boşanmış qadınlar 3 heyz görüncəyə qədər gözləməlidirlər. Yəni, Allah Azza və Cəllə boşanmış qadınların boşandıqdan sonra nə qədər gözləməli olduğunu bildirir. Deməli, əziz müsəlmanlar, cahiliyyət dövründə İnsanlar bir-biri ilə boşandıqda, yəni kişilər öz həyat yoldaşlarını boşadıqda, onların gözləmə müddəti yox idi. Boşayırdılar və müəyyən vaxtdan sonra yenə geri qaytarırdılar. Və boşayırdılar və müəyyən vaxtdan sonra təkrar geri qaytarırdılar. Və İslam gəldikdən sonra bu batil adətə son verdi və qeyd etdi ki, kişi həyat yoldaşını boşadıqdan sonra 3 heyz müddəti gözləməlidir. Yəni, qadın 3 heyz müddəti gözləndikdən sonra artıq o qadın azad olur və o qadın digər bir şəxsə ərə gedə bilər. Və bunu eşidən bəzi sahabə qadınları Peyğəmbər sallallahu aleyhi və səlləmə müraciət edib deyirlər ki, ya Rasulallah, heyz görən qadınlar 3 ay gözləməlidir. Bəs heyz görməyən qadınlar nə qədər gözləməlidir? Və Talaq surəsi 4-cü ayə nazil olur. Allah buyurur ki, heyzdən kəsilmiş qadınlarınızın gözləmə müddətindən şübhələnsəniz, bilin ki, onların gözləmə müddəti 3 aydır. Hələ heyz görməmiş olan qadınlar da belədir. Yəni, əziz müsəlmanlar, Talaq surəsi 4-cü ayəsində buyurulur ki, hansı ki o qadınlar yaş səbəbi ilə heyzlərindən kəsiliblərsə, onlar heyz görmürlər. Onların boşanma müddəti də 3 aydır. Həmçinin heyz görməyən qadınlardır. Yəni, ateistlər bu mətni gətirirlər. Hələ heyz görməmiş olan qadınlar da belədir. Və bu mətni gətirərək demək istəyirlər ki, burada erkən yaşlı qızların evliliyinə təşviq vardır. Amma bu yanlışdır. Heyz görməyən qadınlar, əziz müsəlmanlar, tibbi səbəblə, hormonal gecikmə ilə, psixoloji səbəblərlə və fiziki səbəblərlə heyz görməyən qadınlara aiddir. Hansı ki, o qadınlar tibbi səbəblə, müəyyən səbəbləri var və hormonal gecikməklə, psixoloji səbəblərə görə, fiziki səbəblərə görə burada yaş 20-də ola bilər, 25-də ola bilər, 26-da ola bilər. Yəni, müəyyən yaş həddi yoxdur. Hansı ki, qadınlar evləniblər və onlar boşanıblar. Bu səbəblərə görə, tibbi səbəb, hormonal səbəb, psixoloji səbəb, fiziki səbəblərə görə heyz görmürlərsə, onların gözləmə müddəti də heyzdən kəsilmiş, yaş səbəbi ilə heyzdən kəsilmiş qadınların gözləmə müddəti qədərdir. Yəni, 3 aydır. Yəni, ateistlər bu ayəni istinad edərək belə bir iddia irəli sürürlər ki, güya İslam erkən yaşlı qızların evliliyini təşviq edir. Amma əslində bu həqiqət deyil. Talaq surəsi 4-cü ayəyə baxsanız, orada 3 qadından danışılır. Birinci qadınlar qeyd etdiyimiz kimi heyzdən ümidini üzmüş qadınlar. Yəni, yaş səbəbi ilə 45, 50, 55 yaş səbəbi ilə heyzdən kəsiliblər və bu da normal bir haldır. Onlar heyz görmürlər, onlar boşansalar 3 ay gözləməlidirlər. Və heyz görməyən qadınlarda və burada tibbi səbəb, fiziki səbəb, psixoloji səbəb və digər səbəblər də ola bilər ki, qadın heyz görmür, onlar da boşansa, onların boşanma müddəti, yəni iddə müddəti 3 aydır. 3-cü sinif qadınlar isə hamilə qadınlardır. Onların gözləmə müddəti də uşağı dünyaya gətirənə qədərdir. Uşağı dünyaya gətirdisə, artıq onun iddəti bitmişdir. Bu 9 ayda ola bilər, 8 ayda ola bilər, 7 ayda ola bilər, 6 ayda ola bilər, 5 ayda ola bilər, yəni 4 ayda ola bilər. Uşaq nə vaxt ana bətindən düşürsə, o zaman qadının iddə müddəti bitir. Əziz müsəlmanlar, İslamda əslində evlilik yaşı, müəyyən evlilik yaşı qoyulmamışdır. Amma müəyyən şərtlər qoyulmuşdur. Qadın evlənmək üçün, qızın evlənməsi üçün birinci fiziki yetkinlik yaşına çatmalıdır. Yəni, boy olmalıdır,
bədən belə deyək, yekə olmalıdır. Orqanizm gücü olmalıdır. Yəni boylu, buxunlu, bədənli olmalıdır. Fiziki yetkinlik yaşına çatmalıdır. Yəni uşaq bədən quruluşundan artıq böyük bədən quruluşuna keçməlidir. O zaman fiziki yetkinlik yaşına çatır. İkinci isə əqli yetkinlik. Yəni fiziki yetkinlikdən sonra qız uşağı əqli yetkinlik yaşına çatmalıdır. Yəni düşüncəsi olmalıdır, qərar vermə qabiliyyəti olmalıdır, məsuliyyətli olmalıdır. Yəni bunlar o qadında artıq yetişməlidir. Üçüncü isə sosial yetkinlikdir. Yəni düzgün ünsiyyət, insanlarla düzgün ünsiyyət qura bilməlidir evlənən qız uşağı. Düzgün ünsiyyət, yəni ailə və cəmiyyətdə məsuliyyətli olmalıdır. Və bu halda artıq qız evlənə bilər. Dördüncü isə zərərin olmaması. Yəni İslamda mühüm şərtdir. Evlilik üçün zərər olmamalıdır. Yəni evlilik tərəflərdə fiziki və psixoloji zərər verməməlidir. Yəni İslamda bu 4 hal mühümdür. Bir qız uşağı evlənmək üçün fiziki yetkinlik, əqli yetkinlik, sosial yetkinlik və zərərin olmaması həddinə çatmalıdır. O həddə çatdıqdan sonra artıq qız uşaqları evlənə bilərlər. Bu istər 15 yaş olsun, 16 yaş olsun, 17 yaş olsun, 18, 19, 20 fərq etmir. Bu hallar olandan sonra artıq İslamda qız uşağı evlənə bilər. Və İslam təşviq etmir, sadəcə nizamlayır, tənzimləyir. İslam demir ki, erkən yaşlı qızları evləndirin. Sadəcə qanunu tənzimləyir İslam. Və biz, əziz müsəlmanlar, orta əsrlərə baxdıqda, çünki onlar daim istat gətirirlər ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm aşinamızda 9 yaşda evləndi. Yəni bu rivayətləri gətirirlər və gündəm edirlər və orta əsri nəzərə almırlar. Yəni orta əsrlərdə qızlar erkən yetişirdilər. Yəni artıq bioloji hal onlarda tez olurdu və bu iqlim səbəbilə, coğrafi səbəblərlə qızlar tez yetişirdi. 11, 12, 13, 14 yaşında artıq qızlar fiziki olaraq, əqli olaraq, sosial olaraq artıq yetişirdi. Və orta əsrlərdə bu çox adi bir hal idi. Və bütün dünyada belə idi. İstər Avropada olsun, istər Orta Asiyada olsun, istər Asiyada olsun, istər Şərq dövlətlərində olsun, yalnız ərəb cəmiyyətlərində belə deyildi. Bu bütün dünyada belə idi. Bütün dünyada vüsət almışdı. Orta əsrlərdə qızların evlilik yaşı 12-14 arası idi. Hətta Amerikada səhv eləmirəmsə 1886-cı ilə qədər evlilik yaşı 12 yaş imiş. 1866-cı ilə qədər. Yəni 19-cu əsrdə onlarda belə, Amerikada belə evlilik yaşı 12 imiş. Yəni orta əsrlərdə qadınlar erkən yetişirdilər, erkən bioloji hala gəlib çıxırdılar. Onlarda artıq evlilik üçün bütün hallar mövcud olurdu. Və ateistlər orta əsrlərdə olan qızların evliliyini 20-ci əsrdə olan qızların belə deyək, yaşı ilə müqayisə edib deyirlər ki, İslamda erkən evlilik var, İslamda uşaqlara qarşı təcavüz var və belə bir iddia ilə çıxış edirlər. Bugünkü gündə həqiqətən də 10, 11, 12, 13, 14, 15, bəzən 16, 17 yaşlı qızlar evlilik üçün hələ yetişməyiblər. Bu da belə deyək, iqlimlə əlaqədar ola bilər və müəyyən səbəblər ola bilər. Yəni bəzən 17, bəzən 18 yaşlı qız belə evliliyə hazır deyil. 19 yaşlı bəzən qız evliliyə hazır deyil. Evliliyə hazır olmaq üçün mütləq bu şərtlər olmalıdır. Fiziki yetkinlik, əqli yetkinlik, sosial yetkinlik və zərərin olmaması. Hər iki tərəfin evliliyə hazır olması mühüm şərtlərdəndir və İslamda bu qaydalar önəmlidir. Bu 4 qayda mühümdür. Və bu 4 hala çatdıqdan sonra qız uşaqları evlənə bilərlər. Və bu da əmr deyil. Sadəcə bu bir xəbərdir. Allah belə deyək də bunu bildirib, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bildirib və təşviq etməyib ki, qızlar erkən yaşda evlənsinlər. Və ateistlər bu iddia ilə çıxış edirlər və müsəlmanları alçatmaq istəyirlər, amma həqiqətən də onların bu iddiaları puçdur və yanlışdır. Hətta biz baxırıq Səlcuqlar dövrünə, o qızların evlilik yaşı 12-14 arası olub. Həmçinin Osmanlılara baxırıq,
Osmanlılarda da 14-15 yaş arası olub. Həmçinin Çar imperiyasına baxırıq, görürük ki, evlilik yaşı 14-15 yaş arası olub. Çünki o zaman qızlar erkən yetişirdilər, tez yetişirdilər, tez fiziki belə yetkinliyə çatırdılar. Hətta biz nənələrimizdən, babalarımızdan eşidirik ki, 14 yaşında, 13 yaşında, 12 yaşında qızlar evlənirmiş və bu normal bir hal imiş, normal bir adət imiş, normal bir urf imiş və heç kim bu evliliyi qınamırmış və orta əsrdə olan evlilikdə də heç bir qınaq olmayıb. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ayşə anamızla evlənərkən onun düşmənləri çox idi. Müşriklər, kitab əhli və s. düşmənləri var idi. Heç kim Peyğəmbər sallallahu aleyhi və səlləmi bu evliliyə görə qınamadı. Və onu qınayırdılar, ona sehirbaz deyirdilər, dəli deyirdilər, məcnun deyirdilər, cürəbəcür kahin deyirdilər və cürəbəcür ləqəblər, adlar qoşurdular. Amma heç kim yəni Ayşə anamızla evləndiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləmi qınamadı. Çünki o zaman o adi bir hal idi. Hətta o zamanki imperiyalar belə bu məsələni böyütmədilər, şişirtmədilər ki, Peyğəmbər erkən yaşlı qızla evlənib. Və bu həqiqətən də o zaman çox normal bir hal idi, çox adi bir hal idi. Bugünkü gündə bəli 10, 11, 12, 13, 14, 15 yaşlı qızlarla evlənmək yəni həqiqətən də doğru deyil. Görürsən ki, onlar yetkinlik yaşına çatmayıblar, əqilləri inkişaf eləməyib, sosial yetkinlik yaşına çatmayıblar, zərərli ola bilər onlara evlilik. Yəni İslam belə evliliyi təşviq etmir. Həmçinin biz baxırıq o dövrdə bəzi məşhurların evlilik yaşına, deməli əziz müsəlmanlar, bəzi məşhurlar vardır ki, o zaman çox erkən yaşda evlənmişdir. Məsələn, Lady Margaret. Lady Margaret İngiltərə kralı 7-ci Henry'nin anası. 12 yaşda evlənib. 12 yaşında evlənmişdir və 13 yaşında uşaq dünyaya gətirib. Sonra Fransa şahzadəsi İngiltərə kralı 2-ci Richard'ın həyat yoldaşı. Baxırıq ki, çox erkən yaşda evlənmişdir. Hətta 10 yaşından aşağı yaşda onunla evlənmişdir. Həmçinin Maria Stuart, Şotlandiya kraliçası, çox erkən yaşda evlənmişdir. Anna Neville, İngiltərə kraliçası, təxminən 13 yaşında evlənmişdir. Janna Fransa kralının ailə üzvüdür. 12 yaşında evlənmişdir. Sonra Agnes Fransa 12 yaşında evlənmişdir. Bizans kraliçalarındandır. Və sayı çoxaltmaq olar. Həmçinin Matilda Roma imperatoru 7-ci Henry ilə evlənib. Yaşı 8 olub. Catherine Aragonlu təqribən 14 yaşında evlənib. Və nə qədər baxırsınız ki, yəni kraliçalar çox erkən yaşda evləndirilmişdir orta əsrlərdə. Həmçinin kişilərdə də belə olmuşdur. Kişilərə baxırıq, məsələn, bizə belə deyək də, bizim millətin tanıdığı Şah İsmayıl Xətai. Şah İsmayıl Xətai 13 yaşında evlənib. 13 yaşında evlənib və 14 yaşında dövlət qurub. Yəni o zaman orta əsrlərdə oğlan uşaqları da çox erkən yetişirdilər. Biz baxırıq tarixə 12, 13, 14 yaşlı uşaqlar döyüşlərdə iştirak ediblər, müharibələrdə iştirak ediblər. 14 yaşında, 15 yaşında dövlət qurublar. 15-16 yaşında taxta çıxıblar, dövlətlər idarə ediblər, imperiyalar idarə ediblər. Amma bugünkü gündə 12-13 yaşlı uşaqlar müharibələrdə iştirak edə bilər. Əlbəttə ki, xeyr, iştirak edə bilməz. Çünki onlar fiziki yetkinlik yaşına çatmayıblar. Yəni bu da iqlimlə səbəb ola bilər və s. səbəblər ola bilər ki, yəni onlar həmin belə deyək qüvvəyə, gücə çatmayıblar. İndiki gənclər 12-13 yaşında, yəni uşaqlar həqiqətən də baxırsan ki, heç 5 kiloluq, 6 kiloluq bir çəkini qaldıra bilmirlər. Amma əvvəllər insanlar çox erkən yetkinlik yaşına çatırdılar. Tarixdə baxırıq, məsələn, 12 yaşında, 13 yaşında evlənən kişilər olublar. İndi 12-13 yaşında kişiləri evləndirmək olar, yəni oğlanları evləndirmək olar. Əlbəttə ki, yox. Çünki onlar ailə nədir anlamazlar. Ailə məsuliyyəti nədir, bunu bilmirlər, qərar vermə qabiliyyətləri yoxdur, məsuliyyətləri yoxdur. Yəni bu yaşda uşaqlara əlbəttə ki,
evləndirmək olmaz. Amma tarixdə biz görürük ki, həqiqətən də oğlan uşaqları çox erkən yaşda yetkinlik yaşına çatıblar. Hətta onlar belə deyək 6 yaşında, 7 yaşında çalışıblar, işləyiblər, belə deyək pul qazanıblar, iqtisadiyyatla məşğul olublar. Amma indiki 6-7 yaşlı uşaqlar qələm götürə bilmirlər. Qələmlə vərəqə bir söz yaza bilmirlər. Amma əvvəllər həqiqətən də uşaqlar çalışırdılar. 13-14 yaşında, 15 yaşında uşaqlar səfərlərə gedirdilər, xarici səfərlərə gedirdilər. İndi bizim cəmiyyətdə danışırlar ki, mən 9-cu sinifdə getdim Moskvaya, 9-cu sinifdə getdim Leningrada, tək getdim, səfər elədim. İndiki uşaqları xaricə göndərmək olar, əlbəttə ki, yox. Çünki onlarda o yetkinlik yoxdur, o güc, o qüvvət yoxdur. Bədən hələ uşaqlıq dövründə qalıb. Bədən dəyişilməyib, kişilik belə deyək vəziyyətinə düşməyib. Ona görə əziz müsəlmanlar, bu ateistlərin batil bir iddiasıdır, yanlış bir iddiasıdır. Ayələri düzgün anlamırlar, düzgün başa düşmürlər və Quran-ı Kərimdən bəzi mətnləri gətirirlər və elə təqdim edirlər ki, İslamda erkən yaşlı qızları evləndirmək icazəlidir. Əsla belə deyil və bu yanlışdır. Yenə qeyd edirəm ki, İslamda evlilik üçün mütləq fiziki yetkinlik, əqli yetkinlik, sosial yetkinlik və zərərin olmamasıdır. Və bu məsələlərə İslam diqqət edir. Və bu qədər Allah bizi eşidib faydalanlardan etsin.